O ki dil qoyub gedəcəklər, ən yaxın adamlar qoyacaqlar torpaq altına, çıxıb gedəcəklər. Güvəndiyin dostlar, tanışlar, ata, ana, övlad qoyub gedəcəklər. Hədisdə var, Allahdan nida gələcək, mənim bəndəm, gördün necə qoyub getdilər səni, qəbirdə tək qaldın. Bunlara görə mənə günah eləyirdin, bunlara görə məni yaddan çıxartmışdın, görürsən necə başını aşağı salıb gedirlər, hamısı öz hayında, heç səni düşünən yoxdur, sənə nə kömək eləyə bilərlər, deyib bəndəni vəhşət bürüyər, ilahi mən tək qaldım qaranlıq qəbirdə, qorxu bürüyər, Allah deyər, qorxma mənim bəndəm, səni elə nəvaziş eləyəcəm ki, yerin göyün bütün məxluqlarını təəccübə gətirəcəm. Sənlə elə mehriban davranacam ki, hamı təəccüb eləyəcək. İlahi, bu bir ömür sənə günah eləyən adam deyildi. Bu səndən başqa hər şeyə arxalanmışdı. Eybi yoxdur. Yenə də bəndən mənə qonaqdır. Heç kəs yoxdur ki, yanında. Ürək dirək verəni də yoxdur. Dostlar qoydu getdi hamısı.